Salam, hörmətli tələbələr və riyaziyyat həvəskarları. Növbəti bir sualımıza nəzər yetirək. Sualda bildirilir ki, 8-də 5/4 kəsiri A-nın hansı qiymətlərində düzgün kəsirdir? Deməli, A-nın hansı qiymətlərində düzgün kəsir olduğunu tapmaq üçün biz nə edəcəyik? Yazacağıq nə? Yazacağıq ki, 5A/4 nə olmalıdır? Kiçik olmalıdır uşaqlar nədən? 8-dən. Bizə təbii ki, burada A-nın hansı natural qiymətlərini biz götürməliyik. Yəni, A-nın natural qiymətlərini biz burada axtaracağıq. Deməli, 5/4 kiçikdir 8-dən. Ona yazırıq nə? 5A kiçikdir 8 üstə gəl 4. 5A kiçikdir 12. Hər tərəfi 5-ə bölsə, A kiçik olur nədən? 2,5-dən. Şimdi bizə də natural qiymətlərini desək, onda nə olacaq? 2,5-dən balacalar. 2,5-dən balacalar nə olacaq? Ola biləcəklər 1, bir də ola bilər nə? 2. Cavab olacaq nə? 1 və 2 qiymətlərində. Deməli, həmin kəsir düzgün kəsir olacaq. Uşaqlar, video xoşunuza gəldisə, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.